Mövcud qrafikə əsasən Ağcabədi rayon İcra Hakimiyyəti başçısının yerlərdə təşkil olunan növbəti səyyar qəbulu mayın 21-də Xocavənd kəndində keçirilib. Öncə qəbulun keçirildiyi məktəbin həyətində milli qəhrəman Sadıq Hüseynovun büstü ziyarət olunub, önünə güllər düzülüb. Hüquq mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinin iştirak etdiyi görüşdə çıxış edən icra başçısı Rafil Hüseynov bildirib ki, səyyar qəbulların keçirilməsində məqsəd vətəndaşların problemləri ilə yaxından maraqlanmaq və bu problemlərin vaxtında həll edilməsinə nail olmaqdır. Sonra qəbul iştirakçılarına söz verilib. Kənd sakini Telman Mamedov müraciətində 10 kilovatlıq elektrik dirəyinin həyətyanı torpaq sahəsindən keçdiyini və hər an təhlükə yaratdığını bildirərək köməklik göstərilməsini xahiş edib. İcra başçısı məsələnin yerində araşdırılması və problemin həlli ilə bağlı Ağcabədi elektrik şəbəkəsinə tapşırıq verib. Əlavə olaraq texniki şərtin alınmasının vacibliyini bildirib. Kənd sakini Zəfər Səfərov isə mülkiyyətində olan pay torpaq sahəsinin həmkəndlisi tərəfindən qanunsuz zəbt edildiyini bildirərək istifadələrinə qaytarılmasına köməklik göstərilməsini xahiş edib. Rayon rəhbəri mövcud vəziyyət ilə bağlı müvafiq izahat verib və məsələ ilə əlaqədar əmlak məsələləri Dövlət Xidmətinin aidiyyəti regional idarəsinə müraciət etməsini vətəndaşa tövsiyə edib. Əks təqdirdə məsələnin məhkəmə predmeti olduğunu bildirib. Əlavə olaraq məsələnin araşdırılması rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Abbas Süleymanova tapşırılıb. Digər kənd sakini Telman Abbasov Xocavənd kəndində körpələr evi uşaq bağçasının açılmasına köməklik göstərilməsini, həmçinin kənd ərazisində bir ədəd içməli su üçün krant arteziyanının vurulmasını xahiş edib. Vətəndaşa bildirilib ki, kənd ərazisində körpələr evi uşaq bağçasının açılması ilə bağlı istifadəyə yararlı binanın olması vacibdir. Həmçinin bununla bağlı rayon rəhbəri Ağcabədi rayonu üzrə təhsil sektoruna tapşırıq verib. Vətəndaşın qaldırdığı digər məsələyə də münasibət bildirən icra başçısı bildirib ki, cari ildə kənd ərazisində Azərbaycanın milli qəhrəmanı Sadıq Hüseynovun adını daşıyan kənd tam orta məktəbinin yaxınlığında içməli su məqsədi üçün bir ədəd subarteziyan quyusunun vurulması nəzərdə tutulub.